Deməli, toplu 2019 ikinci hissə üçbucağın sahəsi neçədən sonra işləyəsi uşaqlar? 131-i və siz 126-ya qədər şeylədik. 127-ni demişdimmi? Bunu niyə soruşmuyorsunuz? 128 zat. 129 mən onları oxumadım axı. 131-ə başlayaq heç nə. Mən yazdıq, yadıma gəlir ki, ya bu qrupda, ya o bir qrupda. 131. A-M və S-N düz xətləri B nöqtəsində kəsişir. Baxaq görək nədir? Bax, bu S-N-dir. Belə bir şəkildir. Belədir. Oxşadım da. Şəkil oxşadaq, sonra görək başımıza nə gəlir. Deməli, bu S-dir. Bura A-dır. Buranı 8 verir. Bura B-dir. Burada 8-dir. Bura 5-dir. Bura M-dir. Burada N-dir. Deməli, kəsişir. AC-dir. S-nə perpendikulyardır. AC perpendikulyardır S-nə. AC 8, nə bilim, AC verir 8. Sonra BM 5-dir. BM 5. BN 8. Bunda verir. S, BMN bərabər 16 olarsa AM-i tapın. AM. Görək bu nədir? Bir dəqiqə baş açım, görüm nədir? 5, 8. Yaxşı, AC S-nə perpendikulyardır. Bunu bildik. 8-dir. BMN hansıdır? BMN-in sahəsi 16-dır. Bax, buradan bir hündürlüyü endirim. Görək bu nədir? Hündürlüyü endirəcəm. AM-i tapın deyirlər. Məsələ aydındır. Bax, bu sahəyə görə sahə nəyə bərabərdir? SBMN uşaqlar bərabərdir. 2-də 1 BM vuraq kiçik H deyirəm də H. BH deyək də buna da. BH. Burada 8-dir. BH-a. O da nə deməkdir? Bərabərdir 16-dır. Deməli 2-də 1 BM 8 vuraq BH vuraq bərabərdir 16. 4 BH neçə elədi? BH 4 elədi mi? 4. Və bu üçbucaqlar oxşar üçbucaqlardır. Niyə oxşardır? Üçbucaq A, B, S oxşardır. Üçbucaq M, B, H-a. Niyə görə? Bir dənə iti bucağına görə. Çünki düzbucaqlı üçbucaqların oxşarlığında bizə də iti bucaq kifayət eləyir. Onda nə deməkdir? O deməkdir ki, bura görürsünüzmü? Bax, AC-nin BMH-a nisbəti 2-yə bərabərdir. Yəni, bunun uyğun tərəfi AC 8-dir, bura 4-dür. Düzdürmü? Deməli, onda burada buradan 2 dəfə uzun olacaq. Burada olacaq neçə? 10. Və AM neçə olur? AM bərabərdir 15. İkisinin cəmi. Var mı 15? Yaxşı. Yazın. 133-ə baxaq. 133. Uşaqlar, yenə ABC üçbucağında AB BC-yə bərabərdir. Şəkil çəkək. Deməli, A, B, C. Belədir. AB BC-yə bərabərdir. Bunlar da 10-dur. Yəni, bərabər yanlı üçbucaqdır. S, A, B, C bərabərdir 50-dir. DM üstə gələk DE-ni tapın. Çox maraqlıdır. D-dən də perpendikulyara rendeli. Burada D nöqtəsidir. DM. Burada bir dənə də perpendikulyar bura endelib. DN-dir. Nəsə, buradan hiss eləyirəm ki, bu DM, DN-lərin sahələri toplanasın. Bax, buradan bir dənə xət çəkirəm. Düzdürmü? Yazıram ki, üçbucaq. S üçbucaq ABD bərabərdir. 2-də 1 AB vuraq DN-dir. Düzdürmü? S BCD isə uşaqlar. 2-də 1 BC vuraq DM-dir. Düzdür? Onda nə olur? AB də BC də hər ikisi 10-dur. Onda bura 5 DN eləyir. Burada 5 DM eləyir.
Bax, bu ikisinin cəmi, yəni S3 bucaq ABC bərabərdir. SABD üstə gələk SBCD-ni verir. Bu da bərabərdir 5DN üstə gələk 5DM. ABC-nin sahəsi neçə idi? 50-dir. Onda deməli DN üstə gələk DM isə 10 eləyir uşaqlar. Elədir mi aynı gəl? 10. Yaxşı. 135-ə baxaq. Maraqlı suallardır bunlar. Görək 135-də nə var? 135 də maraqlı suala oxşuyur. Kvadrat verir. Çəkək kvadratı. Hə. Ondan atalım. A, B, C, D. Bax, buradan yazıb ki, K nöqtəsindən, bax, buradan bir K götürüb, K nöqtəsi. A yazıb ki, MK bərabərdir KA, bərabərdir KD-yə. Nə idi o? Hə. Bizim qapıda olmaz. BM, MC-yə. Və SABM də bərabərdir 64 olarsa, MK parçasının uzunluğunu tapın. Deməli, bura K nöqtəsidir. MK budur. Düzdür. Belə bir şey çəkib K nöqtəsi. Bura KA, KD. Bax, bu üçü bir-birinə bərabərdir uşaqlar. Burada K nöqtəsidir. Görünmə özgə nətəri idi. Yaxşı. Və sonra da deyir ki, BM də MC-yə bərabərdir. Bax, bu ikisi bir-birinə bərabərdir. Və burada belə bir xətt çəkib, bunu da ştrixləyib. Deyir ki, ABM-in sahəsi. Olarsa MK parçasının uzunluğunu. Hə, bu yadıma gəlir mənim. MK parçasının uzunluğu X 3-dür, düzdür mü? Çox yaxşı. İndi, sahə neçədir? 64. Bax, uşaqlar, bura A-dır, bura A bölə 2-dir. Düzdür mü? Düzbucaqlı üçbucaqdır. Bundan istifadə edərək SABM bərabərdir. BM vuraq AB bölə 2-dir. Düzdür. Bu da nə eləyir? Bu da bərabərdir. A bölə 2 vuraq. A kvadratı bölə 4 edir deyəsən. Bərabərdir 64-də. Düzdürmü? Onda A kvadratı bərabərdir. 160, 100, yox, 4-də ona 240, 256. A bərabərdir 16 elədir. Bax, bura oldu 16. Düzdür? Bax, burada oldu 8. Burada oldu 8. İndi gəlirik əsas məsələyə. Bizdən nəyi soruşur? MK-nı, yəni X-i soruşur da. Düzdür? Burada X-dir, uşaqlar, burada X-dir. Bax, bunu uzadıram. Bu perpendikulyar olduğu üçün. Perpendikulyar olduğu üçün. Yarı böldüyü üçün burada 8'dir. Düzdür mü? Bax, bu hissə, məsələn, buna da N deyək də. Bax, bu KN, daha doğrusu AN bunun yarısıdır. Bax, MN 16'ya bərabərdir. Çünki perpendikulyar olanda, perpendikulyar tərəfə bərabərdir. Bax, bura 16 olanda, bura olur 16 çıxaq X. 16 çıxaq X. Və salamda Pifagora görə X-i tapırıq. Pifagora görə X-i tapanda nə olur? Belə olur. X, yəni AK-nın kvadratı bərabərdir. AN-in kvadratı üstə gələk KN-in kvadratı. Bu da o demək ki, X kvadratı bərabərdir. 64 üstə gələk 16 çıxaq X-in kvadratı. Bu da X kvadrat bərabərdir 64 üstə gələk 256 çıxaq 32 X üstə gələk X kvadratı. X kvadratları gedir. 32x bərabərdir. Bu 110, 320 mi eləyir? Toplayanda 320, x bərabərdir 10'dur. Bizdən də bunu soruşur. 10'dur mu aynı gəl? 10, çox gözəl. Yaxşı, keçirik. Neçədir? 137-yə. 137 də maraqlıdır. 137, görək bu nədir? 137.
Deyir ki, tərəfi 4 olan eyni ölçülü iki bərabər tərəfli üçbucaqlar bir düz xətt üzərindədir. En və en isə üçbucaqların tərəflərinin orta nöqtələridir. Təxminən başa düşdüm. Deməli, belədir da. Bax, biri budur, biri də budur. Bir tərəf də belə. İndi şəkil çəkməyə çalışaq, bərabər tərəfli deyir. Biri bura, biri də bura. Bircə dəqiqə qoy. Xətkeşdən istifadə edeyim ki, biraz paralellik ola bilsin, yaxşı alınmaz əlimdən çəkəndə. Belədir. Belədir. Belə bir şəkil çək. Və nə deyir uşaqlar? Deyir ki, buraları da iştirikliyim. Eyni zamanda buranı da iştirikliyim. Deməli, bura verib M, bura verib K. Deyir ki, tərəfi 4 cm olan eyni ölçülü iki bərabər tərəfli üçbucaq. 4 buradır, 4 buradır, 2 bura, 2 bura, 2 bura. Aydın məsələdir. Düzdürmü? Və orta xətt olduğu üçün burada 2 olacaq. Niyə 2 olacaq? Niyə 2 olacaq? Və görürsünüz, tərəflər paraleldir. Görürsən, Fales teoreminə görə bunu bərabər hissəyə bölüb 2-2, düzdürmü? Deməli, buranı da bərabər hissəyə böləcək. Burada 2-2-dir. Paralel düz xəttlər bucağın bir tərəfi üzərində bərabər parçalara ayrılsa, digər tərəf üzərindədir. Yəni, orta xəttdir. Orta xəttdə üçüncü tərəfin yarısı. Burada yəni bunlar hamısı 2-dir, o birisilər də 4-dür. İndi nə deyir? Deyir ki, K nöqtəsi üçbucaqların tərəflərinin orta nöqtələridir. İştiriklənmiş hissənin sahəsini tapın. Tapaq da, iştiriklənmiş hissənin sahəsi. Birinci, o tərəfi 4 olan üçbucağın sahəsini tapıram. S bərabərdir. A kvadrat kök altda 3 bölək 4 idi. Düzdürmü? 16 kök altda 3 bölək 4 eləyir. Bu da 4 kök altında 3'dür. Böyük üçbucağın. Düzdür? Burada orta xətt olduğu üçün bax bu hissəyə baxıram. Bu balaca hissə. Görürsünüz, tərəf 2 dəfə kiçikdir. Deməli, sahə 4 dəfə kiçik olacaq. Oxşar olduğu üçün. Onda buranın sahəsi də kök altında 3'dür. Razısınızmı? 4 kök altda 3 ümumi üçbucağın sahəsidir. Kök altda 3. Niyə kök altda 3 olduğunu başa düşdünüzmü? Oxşar olduğuna görə tərəflər də 2 dəfə kiçik olduğu üçün yenə sahə 4 dəfə kiçik olacaq. Burada kök altda 3 oldu mu? Onda ümumisi 4 kök altda 3. Bu iştiriklənən hissə neçə olacaq? 3 kök altda 3 buradır. 3 kök altda 3 də buradır. Cavab isə ikisi bir yerdə. S iştirik 6 kökdə 3 eləməlidir. Elədirmi? Çox gözəl. Keçirik sonuncu 139. Bugün üçün sonuncudur. Yaxşı. Sonuncuda deyir ki, bərabəryanlı düzbucaqlı üçbucağın hipotenuzuna çəkilən hündürlük üzərində qurulmuş kvadratın, qoy görək, bərabəryanlı düzbucaqlı üçbucaq çəkək. Biraz balaca çəkim. Şəkli yerləşdirə bilək. Bax, bu bərabəryanlı düzbucaqlı üçbucaqdır. Hipotenuzuna çəkilən hündürlüyün üzərində qurulmuş kvadratın. Bax, bu hipotenuzun yarısıdır. Da aydın məsələ. Ki, həm hündürlük deyəndə, yəni həm də median nəzərdə tutulur da, bərabəryanlı olduğu üçün. Kvadratın deməli, bu həmin tərəfin nədir? Kvadratın. Bu kvadratın bir tərəfi həmin hündürlükdür. Bax, belə bir kvadrat qurubdur. Deyir ki, bu kvadratın sahəsi 7/3'dür. S kvadrat bərabərdir 7/3'dür. Bu üçbucağın katet üzərində qurulmuş kvadratın sahəsini tapın. Aşağılar. Bax, bu median olduğu üçün 45-45 olur mu buralar? Deməli, burada 90 dərəcədir. Düzdür? Deməli, bu buna bərabərdir. Bu heç bu öz yerində. Kvadrat qururuqsa, deməli, burada 45'dir. Burada 45'dir. Düzdür? Burada 90'dır. Yəni, kvadratın sahəsi A kvadratı. Bax, bura mən H desəm də, H kvadratı 7/3'dür. 7/3'dür. Onda bura olur diagonal. Diagonalın nəyini soruşur?
Kanadın üzerinde bölünmüş kvadrat. Yəni bu katet diagonal bu deməkdir. Kvadratın sahəsi ilə. Düzdürmü? Bax, bura h kök altda 2 eləyirmi? Çünki h, burada h kök altda 2-dir. Onda tərəfi h kök altda 2 olan kvadratın sahəsi də 2h kvadrat eləyir. 2h kvadrat da 2 bura 7 onda 3-dür. Bu da 14 tam onda 6 eləməlidir. Düzdür? Bu günlük bu qədər. Keçirik sınavımıza.